Salam Rizvan müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyirli olsun. Rizvan müəllim, bizə son günlər magistratura ilə bağlı çoxlu suallar var. Bilirsiniz, magistratura imtahanı oldu, hətta 3-cü tur yenidən keçiriləcək və bu səbəbdən magistraturada keçid balından bağlı suallar çoxdur və qeyd edilər müəllim 40 balla hara düşmək olar, 38 balla. Yəni biz sualımızı bu kontekstdən vermək istəyirik ki, yəni zəhmət olmasa ixtisaslaşmalar üzrə keçid balları nə qədərdir? Hansı ixtisaslara neçə balla qəbul olmaq olar? Azərbaycanda magistratura qəbul 100 ballıq şkala üzərindən aparılır. Maksimum bal 100 baldır və minimum keçid balı 30 baldır. Yəni 30 baldan yuxarı, yəni aşağı qəbul olmur. 30 ballıq əsasən mədəniyyətdir, eləcə də qabiliyyət tələb edən ixtisaslar ki var, bu kimi ixtisaslardır, bədən tərbiyəsi idman istiqamətində olan ixtisaslardır və sair bunlar 30 baldır. Əlavə olaraq pedaqoji ixtisaslar, texniki və texnoloji ixtisaslar ki var, səhiyyə, ümumiyyətlə bu tip ixtisaslar, xidmət sektoruna dair olan ixtisaslar demək olar ki, bunlar 40 baldan başlayır. Humanitar sahələrdir, sosial elmlərdir, onlar 50 baldır. İqtisadiyyatdır, eləcə də MBA ixtisaslaşmasıdır ki, bunlar isə 45 baldan başlayır. Təbii ki, bəzən bakalavrlar bal toplayırlar, amma məsələn bilmirlər ki, onlara əlavə proqramlar açılır və yaxud da ki, onlar daha aşağı baldan qəbul olmaq imkanları olur. Düzdür, 1-ci və 2-ci cəhd keçirilib, Bakı-Sumqayıt Abşeron ərazilərində əlverişsiz hava şəraitləri qədər 3-cü turda keçiriləcək. Ümumi hansı turda balınız çoxdursa, həmin balla müsabiqədə iştirak edə bilərsiniz. Artıq demək olar ki, proses yekunlaşmaq üzrədir. İxtisas seçimlə bağlı, eləcə də məsləhətlə bağlı 051 346 14 38 mobil nömrəmə müraciət edə bilərsiniz, suallarınızı verə bilərsiniz və ən doğru cavabı almış olasınız. Təşəkkür edirik Rizvan müəllim. Təşəkkür edirəm.